Elektrolitik dissosiasiya, hidroliz və elektroliz mövzularına aid sınaq suallarının izahına baxaq. 1. Hansı duzların suda məhlulunda eyni mühit olur? Deməli, birinci duz qüvvətli əsas və zəif turşudan əmələ gəlmiş duzdur. Yəni, burada mühit əsas olur. İki. Kalium xlor qüvvətli əsas və qüvvətli turşudan əmələ gəlib, mühit neytraldır. Üçüncü, alüminium xlorid zəif əsas və qüvvətli turşudan əmələ gəlib, mühit turşdur. Dördüncü, mis nitrat, mis zəif metaldır. Deməli, zəif əsas və qüvvətli turşudan əmələ gəlib, mühit turşdur. Burada 3 və 4 olur. Doğru cavab D variantı, çünki hər ikisi turş mühitdir. 2. Məhlula turşu əlavə etdikdə hansı duzların hidrolizi zəifləyər? Məhlula öz mühitini əlavə eləyəndə hidroliz zəifləyir. Məsələn, birincidə mühit əsasdır, turşu əlavə eləyirik. Bu olmaz. Kalium sulfid, deməli, burada kalium sulfiddə mühit əsasdır. Ona görə bura turşu əlavə eləyəndə hidroliz zəifləməz. 3-də dəmir xlorid mühit turşdur. Bəli, turşu əlavə eləyəndə hidroliz zəifləyər. Mis xlorid, bəli, turşu əlavə edəndə yenə hidroliz zəifləyər. Doğru cavab olur 3 və 4 A variantı. 3. Hansı maddələrin 1 molu tam dissosiasiya eləyəndə bərabər sayda ion əmələ gəlir? Birinci duzda dəmir və SO4 ion əmələ gəlir, yəni 2 ion. İkincidə barium və xlorid ionundan 1 mol barium və 2 mol xlor əmələ gəlir, yəni 3 mol ion. Üçüncüdə 1 mol kalium, 2 dənə natrium, yəni 3 və 1 PO4, 4 ion əmələ gəlir. Dördüncüdə 2 dənə NH4 və 1 dənə CH3 ion əmələ gəlir, 3. Bərabər olanlar 2 və 4-dür, cavab olur A variantı. 4. Dəmir xloridin hidroliz üçün hansı ifadə doğrudur? 1. Aralıq mərhələdə əsas duz əmələ gətirir. Bəli, çünki mühit turşdur, əsas duz əmələ gələr. Mühit pH böyükdür 7. Xeyr, mühit turş olanda pH 7-dən kiçik olur. Hidrogen xlorid hidrolizi zəiflədir. Bəli, çünki mühiti əlavə eləyəndə hidroliz zəifləyir. Su hidrolizi sürətləndirər. Bəli, çünki hidroliz duzların su ilə parçalanmasıdır. Durulaşdıqca daha rahat parçalanır. 1, 3, 4 C variantı. 5. 5 mol duzu suda həll etdikdə dissosiasiya dərəcəsi 80% olarsa, duzun deməli neçə molu ionlarına ayrılmamışdır? Dissosiasiya dərəcəsinin düsturu belədir. Alfa bərabərdir. Dissosiasiya etmiş molekulların sayını bölürük. Ümumi molekulların sayına vururuq 100-ə. Deməli, alfa 80-dir. 80 bərabərdir. Dissosiasiya etmiş molekulların sayı bölürük ümumiyə 5, vur 100. 100 ilə 80 ixtisar eləyəndə 40 bərabərdir 10N. N-i də buradan 4 tapırıq. Deməli, 5-in 4-ü dissosiasiya edib, biri isə dissosiasiya etməyib. Bizdən dissosiasiya etməyəni soruşurdu. 6. Deməli, hansı duzun suda məhlulunda mühit neytral olur? Kalium X-də mühit neytraldırsa, deməli X qüvvətli turşudur ki, hər iki tərəf güclüdür. Deməli, Y isə zəif metaldır, çünki mühit turş olması üçün NO3 burada güclüdür. İndi baxaq, mühit neytral olur deyir. Məsələn, Y SO4. Y zəif metal idi. Onda burada mühit turş olar. B variantında X güclü turşuydu. Bəli, X güclü turşudursa, kalsium da güclü metaldır. Mühit neytral olar. Cavab olur B variantı. 7. Reaksiyasında duz hidroliz edir və qələvi mühit əmələ gəlirsə, X hansı turşu ola bilər? Hidroliz edirsə, deməli bu
güclü turşu olmamalıdır. Çünki əgər güclü turşu olsaydı, buradan məsələn NO3 olsaydı, kalium NO3 əmələ gələrdi və bu hidroliz etmir. İki tərəfdə qüvvətlidir. Deməli biz güclü turşuları çıxırıq, zəif turşuları saxlayırıq. Yəni cavab 2 və 3 olur. 8. Natrum OH-ın suda məhlulunun elektrolizi zamanı anodda 30 milli qaz ayrılıb, katodda neçə milli qaz ayrılar? Natrum OH-ı suda məhlulunun elektrolizi zamanı burada ilə suyun parçalanması baş verir. Hidrogenlə oksigen ayrılır. Natrum hidroksid özü elə olduğu kimi qalır. Nə deyir? Deyir ki, anodda 30 milli qaz ayrılıb. Biz deyirdik ki, katodda burada hidrogen ayrılır, anodda oksigen. Deməli 30 milli oksigenə aiddir. X 2-yə isə 1-dir. Buradan X-i 60 tapmış oluruq. Cavab olur C variantı. 9. Reaksiyası hansı maddənin suda məhlulunun elektrolizini ifadə edir? Yəni suyun parçalanması baş versin. Biz demişdik ki, aktiv metalların oksigenli duzlarında suyun parçalanması baş verir. Cavab olur Y variantı. 10. Hansı duzun suda məhlulunun elektroliz zamanı turşu alınır? A variantında suyun parçalanması baş verir. B variantında duz parçalanır. C variantı ümumiyyətlə elektroliz etmir. İki tərəf də qüvvətlidir. D variantı elektroliz etmir. İki tərəf də qüvvətlidir. Y variantında isə elektrolizi zamanı, suda məhlulun elektrolizi zamanı buradan mis alınır, oksigen alınır və nitrat turşusu alınır. Yəni turşu burada alınır. Cavab olur Y variantı. 11. Hansı maddənin hidrolizindən əsasi duz alınır? Bunu belə seçirik. Mühit turş olmalıdır. Mühit turş olmalıdır. Deməli burada neytraldır, burada əsasdır, burada əsasdır. D və Y qalır cavab. D-də əsasi duz alınmaz. Çünki NH4 əsas duz əmələ gətirə bilmir. Cavab Y variantı olur. Bu duzun hidrolizi zamanı əsasi duz, yəni mis OH xlor əmələ gəlir. H xlor. 12. Reaksiyası üçün doğru ifadələri müəyyən edin. Sarı rəngli çöküntü alınır. Bəli, gümüş ortofosfat sarı rəngli çöküntüdür. PO4 ionunun təyini reaksiyasıdır. Bəli. 1, 2 doğru cavab olur. Neytrallaşma reaksiyası xeyr. Neytrallaşma reaksiyası əsas və turşu arasında gedən reaksiyadır. Natrum sulfat miqdarını 2,5 verir.